Salam, xoş gəlmişsiniz Aydan xanım, Anar xanım, xoş gördük. Elə ilk mövzumuzu bundan başlamaq istəyirəm ki, bu yaxınlarda uşaq psixologiya və psixiatriya sayəsində böyük belə bir çaxnaşma oldu. Bu da başladı sizin belə bir emosional çıxışınızdan sonra. Mən belə başa düşdüm ki, bu üst-üstə gələn bir neçə hadisədən sonra belə deyək dilə gəldiniz Aydan xanım. Nə vadar etdi, nəyə görə düşündünüz ki, belə bir müraciət etməlisiniz? Əfsuslar olsun ki, bəli, bunu etməyə vadar oldum və emosional şəkildə eləmədikdə, sakit bir şəkildə elədikdə nəticə çox da ala bilmirik, əfsuslar olsun ki. Belə deyim, uşaq və yeniyetmə sahəsi, uşaq və yeniyetmə psixiatriya sahəsi dünyada yeni bir branşdır, ölkəmizdə isə çox yeni bir branşdır və istər-istəməz yeni bir sahə olduğu üçün o sərhədlər və belə deyim, hər kəsin etməsi gərəkən çizgilər bəzən silik olur və bunları daha açıq bir şəkildə ifadə etmək lazımdır. İşimiz uşaqlarladır, məsuliyyətimiz çox böyükdür. Uşaqlar bizim gələcəyimizdir və onların gələcəyi parlaq olsun deyə biz hər birimiz işimizi düzgün icra etməliyik. Hər birimizin işi çox qiymətlidir və o sərhədləri düzgün çizmədikdə ortada bir xaos yarana bilir. Ən çox hansı hadisə üst-üstə gəldi ki, düşündünüz ki, artıq bura bir müdaxilə etmək lazımdır? Belə deyim, uşaq və yeniyetmə psixiatrlarının sayısı ölkəmizdə azdır, əfsuslar olsun ki. Ancaq psixologiya üzrə təhsil almış insanlar buna baxmış daha çoxdur. Ancaq maalesef ki, əslində sahədə işləyən və belə kəskin cümlələr, kəskin diaqnozlar qoyan, belə deyim, psixoloq özünü adlandıran insanların bir çoxusunun heç təhsili belə yoxdur. Psixologiya təhsili belə yoxdur. Yəni onlar sizin diaqnozlara təqzib etməyə başladılar. Bəli. Heç psixologiya təhsili olmayan bir insan belə kollec məzunu, məktəb məzunu, dırnaq ustası olub daha sonra təlim mərkəzlərində işləyən insanlar, uşaq gəlir. Yəni bu elə bir sahədir ki, ailəyə mən ağır bir diaqnozla üzləşdirirəm. Bunu etməyi sevirəmmi? Təbii ki də sevmirəm. Təbii ki də mən istəmərəm ailəyə belə bir ağır bir diaqnoz qoyum. Amma bu mənim borcumdur, həkimlik borcumdur. Çünki problemin nə olduğunu bilmədən problemi düzgün həll eləyə bilmərik. Ailəyə bir diaqnoz deyirəm, onsuz da hər belə deyim, bu bir yaz sürəci başlayır və yaz sürəcində birinci mərhələ şokdur, ikinci mərhələ isə inkar mərhələsidir. Onsuz da ailə bir qığılcım axtarır ki, bunu inkar eləsin ki, xeyr, mənim uşağımda belə bir şey yoxdur və uşağını həftədə 5 dəfə apardığı təlimə, hər gün üzləşdiyi insan deyir ki, mən bu uşaqda heç autizm görmürəm, mən bu uşaqda ləngimədi, keçib gedəcək, narahat olma dedikdə, onsuz da inkar etməyə, belə deyim, meyilli bir ailə bu sözü eşitdikdə və qıraqda da qaynana var, ata var, onsuz da bunun mənasız olduğunu düşünən insanlar var. Bunu eşitdikdə deyir ki, boşuna nə pulunuzu tökürük bu uşağın, məsələn, bu qədər, onsuz da düzələcəkdə, əmisi də gec danışmışdı, qonşumuzun uşağında da yadındadır, belə idi, deyib və uşağın əsas olan müalicəsi, yəni təlimdən uzaqlaşdırmağa səbəb olur. Yəni burada mənim məqsədim o çıxışda bir, belə deyim, yuxarıdan mənim işim budur, sizin işləriniz budur demək deyil. Yəni mənim yenə orada uşaqların mənafeyini düşünürəm ki, siz işi bilmədən belə pafoslu cümlələr qurursunuz və həmin bu uşağın gələcəyinə mane olursunuz. Bəs sizcə o psixoloqların, uşaq psixoloqların məqsədi nədir belə etməkdə? Özünü daha üstünmü göstərmək, yoxsa işi bilmirlərmi deyə belədir? Burada bir məqsəd varmı? Yəni mən daha üstün göstərmək deyil, amma işi bilmirlər bəncə, nə mənada? Yenə deyirəm, mənim əslində o videom gerçək təhsilli insanlardan ziyadə, yəni gerçək təhsilli, əgər bu sahədə, indi Anar xanım da danışacaqdır, həmin bu təlim keçən insanların, sizə deyim ki, %70-i bu təhsili alan insanlar deyil. Dırnaq içində əldə qayırma insanlardır. Bunlara ehtiyacımız varmı? Var. Ona belə qarşı deyiləm mən. Çünki rusların yaxşı bir sözü var. Na biz rıb, irak rıba. Yəni heç bir şey olmayan yerdən əldə qayırma birisi də hələ ki bizim işimizi görür.
Hələ ki, elə məzunlar yetişənə qədər bu bizim işimizi görəcəkdir. Amma gördükdə də xahiş edirəm, sizin işiniz onsuz da yeri gələndə autizmli uşaqlarda məndən daha üstündür sizin işiniz, görəcəyiniz iş. Və burada siz belə deyim, o ailəni səhv yönləndirməklə ortaq vacib işimizi puç etmiş olursunuz. Və burada onların məqsədi yenə deyirəm, xeyr, üstünlükdən deyil, işi bilməməzlikdən. Çünki insanların zehnində autizm spektr pozuntusu deyəndə heç təmasa girməyən, heç gözə baxmayan, özünü vuran, hoppanan, barmaq ucunda yerinən uşaqlardır. Əgər bir uşaq barmaq ucunda yerimirsə, həmin o təhsili olmayan insan deyir ki, bu uşaq barmaq ucunda yerimir və gözə baxır, gülür. Bu uşaqda necə autizm ola bilər deyə ailəni səhv yönləndirir. Tamam. Anar xanım, bu çıxışdan sonra, Aydan xanımın belə deyək, emosional çıxışından sonra ilk reaksiya verənlərdən biri siz oldunuz və mən izlədim ki, müəyyən həkimlər və yaxud da psixoloqlar həm dəstəkləyən oldu, həm təqzib edən oldu bunları. Siz necə yanaşdınız bu məsələyə? Bizim səhiyyə sistemimizdə müəyyən boşluqlar var və dövlət də səhiyyə sistemində çalışır ki, bu boşluqları əlbəttə doldursun və bunun üçün zaman lazımdır. Amma biz təhsilli insanlar, yəni dünya səviyyəsində paylaşılan məlumatları, elmi təsdiqlənmiş materialları, yəni məsələn Aydan xanım necə deyir, əllə sayılacaq qədər psixiatr var. İnanın ki, yəni təhsilli, əldən biraz artıq sayılacaq qədər də psixoloqlar var, başa düşürsünüz. Və biz bunları məlumatları alıb, emal edib, bunu bu əhaliyə çatdırmaq üçün əlbəttə ki, müəyyən bir yerlərdə bu emosional çıxışlarımız da olacaq. Bunu belə vəziyyətlərdə də ifadə eləyəcəyik. Məsələn, NICE Dünya deməli Səhiyyə Təşkilatının əsaslandığı və nümunə kimi götürdüyü NICE-ın autizm spektr pozuntularının diaqnostikasının protokolu nə vaxt qoyulub? 2011-ci ildə təsdiqlənib, 2017-ci ilin dekabrında səhv bilmirəmsə update edilib. Orada nə deyir? Diaqnostikanın multidisiplinar yanaşması çox vacibdir. Və komandada həkim var, klinik psixoloq var. Köməkçi komandada isə logoped var, ergoterapist var, kim var, proses var, bəli. Və bu heç bir halda klinik psixoloq və yaxud da həkim və yaxud digər. Bunlar komanda dışı, yəni komanda çölünə çərçivəsinə çıxarılmır. Yəni bütün protokol bunu deyir ki, autizm spektr pozuntusu multidisiplinar yanaşma nəticəsində diaqnoz təsdiqlənir. Uşaq və yeniyetmə psixiatr isə onu sənədləşdirən şəxsdir. Yəni o peçata vuran şəxsdir. Və burada klinik izləmə prosesi var da, minimum 3 ay, yəni protokolda qeyd edilir ki, minimum 3 ay müddətində başlanğıcından dəyərləndirmə, daha sonra 6 həftədən sonra yenidən dəyərləndirmə. Bunlar yəni bizim elə belə dediyimiz sözlər deyil də, başa düşürsünüz ki, hə, biz bunu biz də istəyirik, biz də deyirik. Və professional mütəxəssis, professional klinik psixoloq dəyərlənmə prosesində iştirak edir. Hətta psixi xəstəliklərin beynəlxalq təsnifatında autizm spektr pozuntusu diaqnozunun alt yazılım hissəsində, hansı ki, diaqnoz necə qoyulur hissəsində nə yazılır? Birinci yazıb tibbi və genetik dəyərləndirmə, intellektual dəyərləndirmə, dərəcə müəyyənləşdirmə, tamammı? Daha sonra isə ən sonunda səhv eləmirəmsə, katatonik dəyərləndirmə belə bir şey yazıb, o bizə aid deyil. İntellektual dəyərləndirmədə birbaşa psixoloqun işi vacibdir ki, biz onu testlərlə, köməkçi vasitələrlə və uzun müddətli izləməklə o protokol rəyini yazıb, daha sonra həkimlə qarşılıqlı işləmək. Hətta genetiklər belə bu işin içinə girir, pediatrlar, nevroloqlar da girir işinə. Yəni proses bu şəkildə gedir. Amma bəli, qeyri-professionallar ki, bizim həmkarlarımız da buna daxildir də, yəni bunu bilirik biz. Hətta psixoloq kimi qeyri-peşəkarların işləməsi hal-hazırda ölkəmizdə daha rahatdır. Çox asandır da, başa düşürsünüz ki, həkimlər bunu, yəni bu cəsarəti mənə gəlir az insan o cəsarət alar ki, mən həkiməm, mən bu. Amma bu tərəfdən boşluqlar var, bəli. Və əsaslandırılmamış şəkildə valideynlərə deyilən məlumatlar əlbəttə ki, ciddi problem yaradır. Başa düşürsünüz. Bu səbəbdən də fikrimi, yəni zaten çox uzun və geniş izah elədim. Aydan xanım da rəy bildirdi müsbət mənada. Yəni bu əsasdan bizim işimiz çox vacib və önəmlidir. Zaten prosesin içi yanlış anlaşılıb. Yəni həkim orada demir ki, siz önəmsizsiniz, biz önəmliyik. Başa düşürsünüz. Bəs Anar xanım, belə bir şey olurmu ümumiyyətlə sizin təcrübədəki, tutalım bir psixiatr diaqnoz qoyub uşağa və sizdə onun əksini görmüsünüz? Bilirsiniz necə bir şey olub? Bax, məsələn, ən son prosesi izah edeyim. Autizm spektr pozuntusu diaqnozu qoyulmuş bir uşaq gəlib, psixiatrdan, belə deyim. Və bu terapi alıb 6 ay, 7 ay, heç sıfır dəyişiklik var. Sonra mənə gəlib
və bir neçə diaqnoz, bir neçə seansdan sonra komorbid xəstəlik kimi disleksiya olduğunu müəyyənləşdirmişəm. Tamam, və bunu həkimə göndərəndə təsdiqləyib. Daha sonra disleksiyası ilə çalışmağa başlamışıq. Paralel çalışmışıq da, proqramı elə qurmuşuq ki, paraleldə disleksisini işləyək biraz. Yəni bu akademiki niyə götürmür bu? Bunun disleksi problemi var, başa düşürsünüz. Sonra yavaş-yavaş və çox gözəl ortaq mənim yanaşmamda Aydan xanım da təsdiqlər. Belə bir şey yoxdur ki, gördünüz mən bunu qoydum ki, hər zaman biz bunu müşahidə etməliyik ki, həkim bunu təsdiqləsin deyə bir anlayış var. Və bütün valideynlərim də bunu bilir ki, biz bunu müşahidə etməliyik də. Bu uşaq gəlir mənim yanıma 10 seans, 45 dəqiqə. Və biz onu izləyirik, oynayırıq, oyun terapisi tətbiq edirik. Nə həkimin, nə bəzən də valideynin görmədiyi bir şeyləri müşahidə edirik, başa düşürsünüz? Hətta valideyn belə deyir ki, doğrudan bunu eləyir. Məsələn, ana deyir ki, deyirəm ki, deyin, spektrın ikinci punktu nədir? Verbal və qeyri-verbal olmayan ünsiyyət vasitələrindən istifadə edə bilməmək. Deyirəm, deyin ki, get qapını aç. Valideyn deyir ki, get qapını aç. O, zaten jesti anladı, gedir qapıya. Deyirəm ki, zəhmət olmasa əlinizi yığışdırın. Sadəcə deyin, get qapını aç. Uşaq heç nə eləmir, başa düşürsünüz? Verballa qeyri-verbal və mən terapist olaraq nə edirəm? Avtomatik başlayıram bunu. Verbalı və qeyri-verbal ayıracaq dəyərləndirmə aparıram. Həkimə göndərəndə əlbəttə ki, o təsdiqləyir və yaxud da deyir düzdür. Yəni ortaq və peşəkar iş bundan ibarətdir. Yoxsa həkim belə qoyub mən belə düşünmürəm. Nəyə əsasən belə düşünmürsən? Deyir, məsələn bizə də gəlir də Aydan doktor autizm diaqnozu qoydu, getdik filan qız dedi ki, yox bu autizm deyil. Birinci sualım bu olur. Deyən qız və yaxud da işte psixoloq, nevroloq fərqi yoxdur da. Yəni və proses sadəcə psixoloqların əksikliyi deyil, təsdiqləyəcək. Burada nevroloq məsələsi də var. Burada pediatr məsələsi də var, başa düşürsünüz. Pediatr deyir ki, mən sənin uşağını 3 ildir doğulandan izləyirəm. Mən belə şey görməmişəm. Nəyə əsasən? Bax siz ona deyirsiniz ki, get qapını aç, o qapıya tərəf baxmır. Həkiminiz nəyə əsasən deyir ki, bunda bu simptom yoxdur? Əsaslandırsın. Əlbəttə ki, savadlı insan deyəcək ki, əsaslandırıb. Yəni mən də sakit durum. Çox sağ olun, çox önəmli bir məqama toxundunuz. Siz oyun terapiyasının qurucususunuz bildiyim qədər. Estağfurullah. Yəni ilk sertifikatlı oyun terapistiyəm, qurucusu geriləndirdim. Azərbaycanda ilk bunu mən bildiyim qədər siz mərkəz olaraq siz tətbiq edirsiniz. Mən valideynlərdən bunu çox eşidirəm. İstəyirəm buna bir aydınlıq gətirək. Ümumiyyətlə bu uşaqlarla oyun əsasında çalışır bildiyim qədər uşaq psixoloqları. Və belə bir sual verirlər ki, oyunla uşaq mı müalicə eləyərlər? Yəni, o oyunu evdə də oynaya bilərdi. Bunun məntiqini bəzən anlamırlar. Bu haqda da istəyərdim biraz bir maarifləndirəsiniz. Yəni, başqa nə ilə müalicə eləyirlər? Yəni, nə mənada? Yəni, uşağa bir prosesi necə öyrədə bilərəm? 30 durum onunla danışımı? Uşaqların inkişaf dönəmlərində 1 yaşına qədər onlar emosional olaraq həyatı anlayır. 1 yaşından 3 yaşına qədər manipulativ oyunlar, yəni nəyəsə sökür, baxır içinə. 3 yaşından 5 yaşına qədər sujetli rollu oyunlar, 5 yaşından sonra artıq işin içinə girir təlim. Və bu uşağın yaşına uyğun olaraq mən ondan sujetli rollu oyunlar quraraq anlaşa bilərəm, başa düşürsünüz. Məsələn, avtomatlaşmış təlim. Yəni, əminəm ki, Aydan xanım mənlə razıdır. Necəsən? Yaxşıyam, denən əlayam. Bəlkə o əla deyil. Bəlkə otağın havası onu sıxır. Autizm spektr pozuntusuna əgər mövzu budursa, birinci simptomatik özəlliyi nədir? Hiss və duyğularını ifadə etməkdə çətinlik. Və biz bu uşağa öyrədirik ki, yəni öyrədirlər, mən yox. Necəsən denən yaxşıyam, necəsən denən əlayam. Bu uşaq yaxşı deyil. Başa düşürsünüz? Və bu uşağa mən öyrətməliyəm ki, mən bura sıxılıram, burada pisəm, burada yaxşı deyiləm və stereotipləri necə formalaşacaq? Mən bunu həm əla öyrədirəm, yaxşı olmadığı halda. Buradan da deyirəm ki, bu uşaq əllərini belə-belə eləyir. Duyğularını bloklayıram, stereotipi qaldırıram, sonra da deyirlər belə. Ona görə də yəni artıq bütün dünya da qəbul edir ki, yəni bunu anlamalıyıq. Oyun terapisi ən gözəl alətdir uşaqla kontakt qurmaq üçün. Öz balanız var, sizin balanız var. Biz uşağımıza necə öyrədirik? Yəni mən uşağıma ancaq oyunla nəsə öyrədirəm, o da onu çox rahat şəkildə başa düşür. Düzdür. Aydan xanım, sizdən də bunu soruşmaq istəyərdim. Bu da bir çox insanları narahat eləyir. Gələn suallarda da bunu görürəm. Məsələn, mən böyüklərlə işlədiyimə görə onun dedikləri simptomlara baxıram. Mənim işimdirsə mən görürəm, deyilsə yönləndirirəm artıq psixiatra, nevropatoloqa və s. Uşaqlarda necədir? Məsələn, sizin seansınız hardasa bir müəyyən müddət çəkir. Mən bildiyim qədər seans qədər çəkmir, yəni adi psixoloq seansı qədər. Və siz daha çox yəqin ki, valideynin dediyi simptomlara əsasən uşağa bir diaqnoz qoyursunuz. Amma psixoloqlar uşaqla birbaşa işlədiyinə görə onun o
simptomlarını görə bilərlər deyə ehtimal yəni ki, daha çoxdur. Uşağı birbaşa izləyə bilirlər. Bunu necə müəyyən edirsiniz və nə qədər o qoyulan diaqnoz ilk seansda olur? Və yaxud da bir neçə seansdan sonra mı qoyulur bu? Uşaq və yeniyetmə psixiatrının işində əlbəttə valideynin dediyi sözlər, gətirdiyi simptomlar çox vacibdir. Ancaq şəxsən mənim üçün məsələn bu işimizin bir 45%-idir. Geri qalan 55%-i həm öz müşahidəm, həm də bu uşağın getdiyi digər mühitdən aldığım məlumatlara əsaslanır. Bəli, uşaq içəriyə girir. Uşaq məsələn deyəlim ki, 2 yaşındakı bir uşaqdır. Əlbəttə həm mənim oyun masam var, həm də ki, valideynlərin oturduğu həm masa, stullar var. Valideynlə, belə deyim, valideynin uşağın doğumu haqqında, çəkisi haqqında, uşağın inkişaf mərhələləri haqqında, gündəlik yaşam rutini haqqında suallar verirəm və o sualları özüm üçün qeyd edirəm. Ancaq bunu edərkən mənim gözüm valideyndə olmur, mənim gözüm uşaqda olur. Yəni uşaq o anda nə ilə oynayır? Uşaq anaya nə qədər müraciət edir? Uşaq ətrafda olub bitəni nə qədər çox mənimsəyir? Daha sonra isə qələmimi, kağızımı qoyuram kənara, keçirəm uşaqla oynamağa başlayıram. Yəni uşaqla o qabaq qarşılıqlı çöməlib onunla bərabər təmasa girirəm. Bu əlbəttə balaca uşaqlardan söz gedir. Məktəbli uşaqla isə artıq uşaq o stulda oturacaq qabiliyyəti olduqdan və qarşılıqlı dialoq aparacaq bacarıqdan sonra mənim belə deyim, o yarım saatlıq seansımın böyük qismini mən uşaqla danışıram. Ən az 50%-i uşaqla onun akademik bacarığını ölçürəm, həmin özündən soruşuram, sevdiyi şeyləri, günün necə keçdiyini, yaxın kimlə dostluq etdiyini, boş vaxtlarını necə dəyərləndirdiyini. Artıq o söhbət uşaqla olur. Daha sonra uşağı artıq otaqdan çıxardıb ana ilə mənim gördüklərimin valideynin nə qədər gördüyünü hesablayıram. Çünki valideynin bəzən gətirdiyi şikayət o qədər bəsit olur. Yəni mənim uşaqda gördüyümdən çox daha fərqli olur. Yeniyetmədə isə burada artıq tək danışıram uşaqla, daha sonra ailə ilə gərəkən məlumatı paylaşıram. Ona görə yəni dediyinizin, yəni insanlar da bəzən düşünür ki, uşaq özünü necə ifadə eləyəcək? Anara xanımın dediyi kimi uşaq özünü oyunla ifadə eləyir. Uşaq oyunda necə davrandığını, sizə nə qədər baxdığını danışmasa belə, bütün duyğusunu, düşüncəsini, nə qədər çox anladığını o oyun vasitəsilə ondan ötürməsi bacarığı olur və yenə deyirəm, bəzən mənim gördüyümü ailə şikayət olaraq gətirmir. Ailənin şikayəti odur ki, gecələri yaxşı yatmır ya da istədiyi olmayanda başını yerə çırpır. Mənim isə gördüyüm o uşaq heç bu oyun əsnasında bir dəfə belə anaya aparıb oyuncağı göstərmədi. Yəni onunla bir emosional bağ qurmadığıdır. Ona görə kimi zaman bəli, ailə üçün o yarım saat bir diaqnoz qoymaq üçün yetərsiz sürə ola bilər. Mənim üçün yetərli bir sürədir. Bir çox çocuqda. Deyim ki, məsələn, bütün uşaqları elə ilk seansdan mən diaqnoz qoyuram, yox. Və mənim belə deyim, reseptlərimdə də görənlər olubdur. Bəzən sual işarəti ilə ayırıcı diaqnoz olaraq fərqli diaqnozlarda yazıram. Ön diaqnoz deyirəm budur, ayırıcı diaqnozlar budur. Müalicə bəzən tibbdə belə bir yanaşma var. Tədavidən tanıya doğru getmək. Yəni birinci müalicə veririk. Bu müalicənin bizə verdiyi nəticəyə görə artıq sonrasında diaqnozu dəqiqləşdiririk. Ancaq bəli, bir çox uşaqda bunu ilk seansda da eləyə bilirik. Anara xanımın dediyinə də vurğulamaq istəyirəm. Şimdi ölkəmizdə diaqnostika ilə diaqnoz qoymanın eyni şey olduğu düşünülür. Fərqli şeylərdir. Diaqnostik göstərgələr, bəli, bunun testini eləyə bilərik, ailədən aldığımız məlumat, uşağın tədris aldığı bağçadan, məktəbdən aldığımız məlumatla bir diaqnostik iş görürük və orada bir ayrıcı tanılara doğru gedə bilirik. Diaqnoz qoymaq isə bunu bilavasitə həkim eləyir və məsələn Anara xanımın dediyi kimi son bizim belə deyim də klassifikasiya, diaqnoz klassifikasiya sistemimiz 2012-də ən sonuncu olubdu və orada da məsələn inkişaf ləngiməsi üçün də əgər əvvəl mütləq IQ testi üçün psixoloqun rəyi bizə
lazım idisə, artıq 2012-ci ildən sonra orada belə sadəcə həkim müşahidəsində heç bir test olmadan, IQ testi olmadan bu uşaqda yüngül, orta ya da ağır dərəcəli inkişaf ləngiməsi var demə haqqımız da var. Həkimlərin, uşaq və yeniyetmə psixiatrların, yəni heç bir test tətbiq olmadan. Amma sizə deyim ki, məsələn, mən IQ testinə, bəli, ölkəmizdə bu belə deyim, qarşılıq adaptasiyası bəli olmayıbdı. Ancaq yenə hər şey qardaş ölkə Türkiyədən, yəni ortaq təhsil sistemimiz nisbətən ortaq olduğu üçün oradan aldığımız tərcümə ilə orada verilən sualları Azərbaycan dilinə tərcümə eləyərək keçirilən testlər var, Viskar testləri var. Məsələn, mən ən çox göndərən həkimlərdən birisiyəm. Çünki istər-istəməz o komanda işi deyilən kimi, bəli, mənim yetərincə bunun üçün təcrübəm var, amma həmin o testi tətbiq etdikdə onun alt testlərini görə bilirik və uşağın bacarıqlı, bacarıqsız yanlarını görürük. Və yenə deyirəm, burada heç bir zaman mənim işim daha üstündür, psixoloqun işi daha az mənalıdır, əsla. Hətta bir çox belə deyirəm, neyroinkişaf pozuntusu sahəsində olan problemlərdə mənim işim sadəcə problemin adını qoyub, orada ailəyə də, yeri gələndə mütəxəssisə də problem nədən ibarət olduğunu göstərib kənara çəkilmək olur. Ya da dərman müalicəsi vermək ki, yenə də ailənin və psixoloqun görəcəyi iş daha produktiv olsun deyə bir müalicə tətbiq eləyirəm. Və mənim işim bundan sonra sadəcə müşahidə etmək və izləməkdə olur. Anladım. Ancaq orada psixoloq ailə ilə yaxın təmasda ikən uşağın bacarıqlı yanları, zəif yanları, harda dəstəyə ehtiyac var, harda artıq güclənmişik. Yəni burada mənim orada ailə mütəxəssislərdən üsyanım və tələbim odur ki, ya sizin işiniz çox qiymətlidir əslində. Siz o qədər çox belə deyim, bu işdə baş roldasınız ki, işinizi belə diaqnoz, yəni bir kəlməlik, bir cümləlik işə indirgəməyin. Siz orada uşağın zəif yanlarını görün. Evdə bu zəif yanlarını inkişaf etdirmək üçün ailəyə məsləhətlər verin. Ailənin nələri səhv elədiyini müşahidə eləyin və onları düzəltməyə çalışın. Əslində işiniz çox böyükdür. Belə xırda işlərlə kafanızı yormayın deyirəm. Kafamızı yormayaq. Tamam. Belə bir şey də soruşmaq istəyirəm. Bundan qısa cavab alım sizdən. Siz diaqnozu qoyarkən və dərman yazarkən analizlərdən istifadə etmirsiniz, yoxsa analizlər verməlidir uşaqlar? Belə deyim, yenə bu məsələlər biraz ölkəmizdə biraz belə açıq sahədir. Əgər əsaslansam mən, belə deyim, bu həmin dünya protokollarına, dünya protokolları deyir ki, əslində autizm spektr pozuntusu şübhəsi olan hər bir uşaqdan eşitmə testi istə, MRT istə, EEG istə və hətta kimi zaman daha genişləndirilmiş. Yəni bu 3 dənə test standartdır. Bundan sonra verilə biləcək testlər metabolik testlərdir, karyotip analizidir, genetik testlərdir. Bunu dünya protokollarında olan istəklərdir. Ancaq dünyada bu sadaladığım analizləri dövlət tərəfindən sığorta ilə qarşılanan testlərdir. Yəni bunun üçün ailə cibindən heç bir vəsait ayırmır bunun üçün. Sığorta bunu həll eləyir və ailəyə bir yük düşmür. Ölkəmizdə həmin bu sadaladığım MRT testi, EEG testi, eşitmə testi, daha sonra metabolik test. Mən ailədən bunları protokol məndən istəyib deyə istəsəm, ailə eləyəcəkdir. Amma ailə buna çox büdcə xərcləyəcəkdir. Həmin o təlimə apara biləcəyi, təlimə yönləndirə biləcəyi büdcəni testlərə vermiş olacaqdır. Və işdə orasındadır ki, həmin bu testlərin 99% təmiz çıxacaqdır. Mən bu testləri istəməyərək səhv edirəmmi? Əslində səhv etmirəm. İstəsəm də belə deyim, səhv etmiş olarammı? Xeyr, olmayacağam və sizə deyim ki, ölkəmizin belə deyim, şərtlərində daha çox pul qazanaram mən. İndi qazandığımın 2 qat daha çoxunu qazanaram. Amma niyə etmirəm bunu? Çünki onsuz da bu təlimə ailənin çox xərci gedəcəkdir. Və mən bunun riskini alıb, mən uşaqda yenə eşitmə testinə göndərəcək qədər şübhə duymuramsa, göndərdiyim uşaqlar varmı? Var əlbəttə. EEG-yə də göndərdiyim uşaqlar varmı? Var. MRT istədiyim uşaq da varmı? Var. Amma
yenə deyirəm, standart hamıya yox, ehtiyac bildiyimə bunu o riski gözə alaraq da eləyirəm, amma bilirəm ki, ailə bu təlim yolunda onsuz da çox pul xərcləyəcəkdir. O maddi vəsaitini ona yönləndirsin, nəinki təmiz çıxacaq testlərə. Testlərə. Okay. Anar xanım, siz bu mövzu haqqında nə düşünürsünüz? Razısınızmı bu fikirləmi? Yəni bu həkimin qərar verəcəyi bir sahədir. Nə analiz istəsin, hansı belə deyə testlərə keçsin, bu bizim ümumiyyətlə sahəmiz deyil. Bizim işimiz bizə gələn uşağın terapi proqramını qurmaq və onu belə deyək də irəlilətmək. Yəni beynəlxalq qəbul olunan məlumatları Aydan xanım dedi. Bizim prosta əks olduğumuz və etməyini istəmədiyimiz ümumiyyətlə tibb sahəsinə girməyən məlumatları məsələn və yaxud da bəzən olur doktor təsdiqləyər. Məsələn, inanılmaz şəkildə uşaq çox dərman atır və iynə vurur. Bilirsiniz, hər uşağa iynə vurulanda, mən uşaq psixoloquyam, bu onun üçün çox uzun müddətli bir travmatik dönəm sayılır, başa düşürsünüz. Təsəvvür, uşaq bir iynə vurursa, bir həftə biz onu adaptasiya prosesini yenidən işləyirik. Və təsəvvür edin ki, 10-15 gün dalbadal sadəcə iynə vurulsun deyə yazılan iynələr var. Və biz uşağı 2-3 aya toplaya bilmirik. Başa düşürsünüz. Hətta bəzən uşaq yaxşı olur, məsələn, yaxşı olur deyəndə biz nəyi nəzərdə tuturuq? Seansa gəlir və rahat bir şəkildə biz ünsiyyətə, kontakta girə bilirik. Və bu iynələrdən sonra, çünki onu zorla tutur, heç bir uşaq yəni demir, gəlin mənə iynə vurun. Onu yəni dərman atdırmağı yenə başa düşə bilirik, amma məsələn onu zorla tuturlar, bəzən məcbur ona iynə vururlar və bu şəkildə uşaq artıq seansa girmir, öyrəndiklərini itirir, başa düşürsünüz. Və buna da biz bu şəkildə fikir bildiririk ki, nə qədər doğrudur. Ən azından bilirik ki, autizm spektrum pozuntusuna nəsə bir iynə kömək eləməyəcəkdir. Zaten autizm spektrum pozuntusuna bir dərman da kömək eləmir. Onun komorbid xəstəliklərini bastırmaq üçün və yaxud da kontrol altında tutmaq üçün istifadə olunur. Dağıdıcı davranışı var. Seans otağında idarə edə bilmirik, bizi dişləyir, uşaq saçımızı yolur. Daha çox sakitləşdirmək üçün. Yəni həkimlər bunu bilir də, dəqiq məlumat verir ki, bu dərmanı atın, biraz daha terapiyaya uyumlu hala gəlsin ki, mütəxəssis işləsin. Bizim işimiz, yəni biz gör nə gözəl dedi, diaqnostika zamanı keçirəm, uşaqla oynayıram. Tamam mı? Valideyn deyir, oyun nə işə yarayır. Bax, həkim deyir ki, mən diaqnostika zamanı diaqnoz qoymaq üçün keçib oynayıram və biz də onu qabı qarşısına otururuq, oynayırıq. Əgər bu uşaq bizə saldırırsa, hücum edirsə, saçımızı yolursa, özünü dişləyirsə, özünü divara vurursa, zərər yetirirsə, terapi seansında özünə və qarşı tərəfə uşaq zərər yetirirsə, terapi seansı aparılmamalıdır. Yəni dayandırılmalıdır və yaxud da valideyn dəstəyi olmalıdır. Valideyn gəlib onun yanında durmalıdır ki, güvənli bir ortam yaratsın. Valideyn belə yarada bilmirsə, yəni valideynin də seansda şiddət göstərən uşaqlar var. Bu zaman biz nə etməliyik? Bu zaman birinci növbədə düzgün şəkildə həkim dəstəyi almalıyıq ki, yəni ən azından terapi seansına otur. Çünki bizim sırf autizm mövzusunda həkimlərlə ortaq elə bir istəyimiz odur ki, uşaq təlimi otursun. Oturandan sonra geri qalan proses nədən ibarətdir? Bir savadlı mütəxəssisin qurduğu düzgün terapevtik iş. Bu çox önəmlidir, başa düşürsünüz. Düzgün terapevtik iş çox önəmlidir. Məsəl üçün, güvənli bağ qurmadan təlim öyrətməyə çalışan terapistlər yanlışdır. Məsələn, bunu güvənli bağ qurmalıyıq. Bu uşaqların bəzən olur, məsələn, reaktiv bağlama pozuntusu başlanğıcda ağır autizmə çox bənzəyir, tamam mı? Bu hansı yaş aralığından söhbət gedir? Fərqi yoxdur, 3 yaş. Yəni ki, 2 yaşından sonra biz yəni yaş yarımında həkimlər tərəfindən riskli uşaq dediyimiz və yaxud da spektrin yüngül əlamətlərini müşahidə edirəm dediyi uşaqlar gəlir yaş yarımında. Yəni belə erkən qoymaq olur. Mənim 19 aylıq pasiyentim var indi. 19 aylıq pasiyent və biz 19 aylıq pasiyent bir aya bütün bu simptomları demək olar ki, sıfırlamışıq. Yəni həkim bəli, düzgün sadəcə yazıb ki, risk qrupuna girib, tamam mı? Yəni 19 aylıq uşaq, elə uşağımız var ki, bunu 19 ayında görür həkim. Bəzi həkimlər deyir ki, məsələn, ehtiyac yoxdur, o psixoloqun yanında nə edəcək ki, gözdə hələ biraz böyüsün. Böyüdükcə də qalıcı hal alaraq başa düşürsünüz. Və mənim işimdə adaptasiya prosesi 3 seans, 5 seans və daha çox seans deyilən bir qayda var. Yəni nə qədər erkən təşxis qoyulursa, nə qədər erkən şübhələr valideynə deyilirsə, mənim adaptasiya dönəmim daha qısa müddətə gedir. Yəni dərman mövzusunda bizim yəni tibbi təhsilimiz yoxdur ki, bu dərmanı niyə atırsan deyək.
yəni onu deyən mütəxəssis zaten öz işini bilmir deyə bunu deyir. Başa düşürsüz? Nə vaxt ancaq qarşılıqlı kontakta giririk. Gedir, çox olub bizdə. Məsələn, bir pasiyentimiz var, yəni bunu çox istəyərdim belə açıq danışım. Buyurun. Gəldi, dərmansız, bir həkimə getdi, həkim dərman yazmadı. Gəldi terapiyə. Yəni təsəvvür edin ki, uşaq bizim yanımıza gələndə bildiyiniz karandaşları yeyirdi. Yəni götürürdü, yeyirdi. Biz onu 7-8 aya elə bir vəziyyətə gətirdik ki, uşaq artıq belə deyək də öz ehtiyacını ödəmək üçün tualetə gedəndə belə anasına deyirdi ki, mən gedirəm tualetə. Yəni nitqi bu vəziyyətə gətirdik. Əla. Valideyn səbirsiz davrandı. Hardansa bir həkim tapdı ki, filan kəs çox yaxşıdır, biraz da yaxşılaşsın və getdi, inanın 8 dənə dərmanı eyni anda atdı. 8 dərman yazılıb və uşaq o dərmanlardan sonra valideyn bir 10 gün, 20 gün gətirmədi bizə. Fikirləşdik ki, insandır da maddi ehtiyacı və pulu çatmır, gətirmir. Sonra yenə gəldi, uşaq yenə qayıdıb eyni vəziyyətə və həkimin dediyi söz olur bəzən uşaqlara ki, bu dərman düşmür, mən nə edə bilərəm? Sizcə bu peşəkarlıqdır? Deyil, hə. Və o 8 dərman mən bir neçə həkimə göndərdim, tanış, yəni əməkdaşlıq etdim. Yəni onlar belə təəccübləndilər ki, bu nədir ki, bunlar yazıb, başa düşürsünüz? Çox maraqlıdır Anar xanım. Bəs necə valideyn güvənir? Bu ümid eləyirmi, yoxsa bu qədər peşəkar, yəni bu aldatmadırmı? Manipulasiya eləmək bacarığı o xüsusi bir istedaddır. Tamam mı? Yəni valideyn hələ uşağı narahat olan, uşağında problem olan hamımızın övladı var da, dişi ağrıyanda belə bizim üçün fərqi yoxdur. Kimsə mənə desin ki, mən onun dişinin ağrısını bir saata kəsəcəm. Bu bir analıq instinktidir, başa düşürsünüz? Və 3 nəfər, 5 nəfər tərifləyirsə və həmin anda o sadəcə istəyir ki, onun balası yaxşı olsun. Bu zaman manipulə bacarığı yaxşı olan insanların qapısında sıralar düzülür, başa düşürsünüz. Bu çox normaldır. Çox normaldır. Məsələn, bunu və necə dərəcələndiririk? Valideyn yazır ki, mən filan həkimin yanına getdim, mənim uşağımı yaxşı elədi. Sonra o uşağın özünü dəyərləndirsək, görərik ki, sadəcə olaraq bir il keçib, o ilin verdiyi təsirlə 5 dənə sözü öyrənib və o 5 dənə söz o valideyni qane edir, deyir, mənim uşağım yaxşıdır. Başa düşürsünüz. Mən məsəl üçün fikirləşirəm ki, mənim uşağımın intellektual səviyyəsi yaxşı olması üçün 8 yaşı var da, məsələn, mənim qızımın. O filan duyğularını ifadə etməlidir, mənlə müzakirə etməlidir. Başqa bir ana deyə bilər ki, əsas odur yazı yazsın, üzündən köçürsün. Siz valideynlərin də uşaqlarından gözləntiləri öz intellektual səviyyələrinə ölçülür. Ona görə də yəni gözlənti mənasında manipulə edən insanlara inanırlar və bunun qarşısını nə biz ala biləcəyik, nə siz. İllər keçəcək, yenə də ala bilməyəcək. Yəni o kütlə var, başa düşürsünüz. Hal-hazırda nə bilim dualar etməklə, fərqli aktivitələrlə autizm müalicə edən insanları çox belə aktiv şəkildə, özgüvənli şəkildə özlərini ifadə edirlər. Bu heç kəs və nəzərə alın ki, psixoterapevtik çalışma öz işimi deyirəm. Çox uzun, çox zəhmətli bir işdir. Bax, biri var ki, mən uşağı qoyum qarşıma, ona yarım saatda 200 dəfə deyim ki, denən alma. Tamam mı? 200 dəfə bir də var. Mən oturub fikirləşirəm ki, sabah mənim pasiyentim gələcək. Mən ona 200 dəfə alma deməliyəm, amma funksional eləməliyəm. Almanı götürdüm, almanı iylədim, almanı kəsdim, oyun qurmalıyam. Bu çox əziyyətli bir şeydir. Ona görə də oyun terapisini çox adam cəsarət eləmir. Fikirləşir ki, nəyəmə lazım? Məsələn, Aydın doktor necə deyir? Yazaram şeyləri, analizləri, pulumu artıq qazanaram. Mənim gücüm çatır gündə 4 seansa, çünki mən oynayıram. Siz funksional çalışma eləməyən terapist, yəni işi bilməyən terapist oturacaq qabağına, uşağı salacaq o stolun arxasına, çıxa bilməyəcək, başa düşdüm, məcbur qalacaq. Sizdən. O normaldır, yəni prosedur deyil. odur. Heç bir halda spektr pozuntu uşaqları bu şəkildə şiddətlə, nəyisə məcbur edərək işləmək olmaz, düzgün deyil. O da gündə 10 dənə uşaq götürəcək, kartları qoyacaq qabağına, 50 dəfə alma deyəcək və o uşaq onu öyrənəcək. Çünki nitq autizm spektr pozuntusunun dəyərləndirməsindən çıxardılıb, hal-hazırda yoxdur. Hal-hazırda və sosial bacarıqlar təkrar məhdud davranışdır. Nitqi onsuz danışırlar da, yəni məsələn Asperger nə edir? Danışır. Yəni digər göstərici, yəni nitqi biz artıq dəyərləndirmə ölçəyi kimi götürmürük. Dəyərləndirmə ölçəyi kimi sosial bacarıqlarını, kommunikativ bacarıqlarını və təkrar məhdud davranışlarını istəyirik. Buna görə də yəni yanlış iş qısa və konkret olur və çox vaxtda valideyn qane olur ki, sizə gəldim, siz oyun oynadınız, apardım filan kəsə, işte bir aya alma öyrətdi. Amma bilirsiniz də o alma ilə alma olaraq qalacaq. Elədir, bəli. Mən hətta bir dəfə bu mərkəzlərin birində bir görüşümüz var idi.
Mən qapının arxasında əyləşmişəm. Həmin o masa, adı da bilmirəm, yəqin ki, onun bir adı var. Həmin o masaya bir uşaq salmışlar. Uşaq o qədər çığırırdı, o qədər qışqırırdı. Mən hələ onun valideyni mən deyil idim. Yəni bir yerdə otura bilmədim. Hətta o cür işgəncədən sonra uşaq almanı öyrənsə, yəni mənə lazım deyil idi o alma ki, və valideyn çox rahat idi. Yəni bu güvəndimi sizcə, bu bilgisizlikmi kimi? Bilgisizlikdir sadəcə olaraq, bilmir. Yəni düşünür ki, həkim nə etsə doğru edir. Və çox təəssüf ki, bir də empati bacarığı yoxdur. Yəni o uşaqların heç nə hiss etmədiklərini inanırlar. Siz bilirsiniz, bizim uşaqlarımız var, valideynlər əllərini yandırır. Ki, stereotipi var. Məsələn, götürür nəyisə atır. Məsələn, dəyərli bir telefonunu götürüb atıb deyə əlini yandırır. Uşaq duyğularını ifadə edə bilmədiyinə görə, məsələn, bunu başa sala bilmir də, mənim əlim ağrıyır. Deyir, onsa başa düşmür ki, deyir. Başa düşürsünüz? Yəni, bu mövzularda valideyn maarifləndirməsi çox geniş olmalıdır. Anar xanım, gəlin bir şey də belə etiraf eləyək ki, bu sahə həm də bir biznesdir. Yəni biz buradan gəlir qazanırıq. Belə bir ehtimallar mı deyim, günahlandırma mı deyim? Yəni bəlkə də gerçək də var ki, bilərəkdən terapistlər seansı uzadırlar, uzun müddətli tədavilər yazırlar. Bundan nə qədər razısınız bu fikrinə? Yəni bir psixoloq əgər tərəfdən deyirsə, bu biraz vicdan işidir. Hələ öz övladı olan bir ana qarşısında uşaq gəlirsə, yəni bu bir mənalı şəkildə bir vicdan məsələsidir ki, mənim övladımı əgər belə eləsə də mən nə hiss edərəm. Buna görə də bəli, uzatmalar var. Dediyim, məsəl üçün, terapi növləri çox uzadılmışdı. Əgər nəyisə avtomatlaşmış dərs keçirirsə, uşaq bizlə əlaqəni kəsən kimi yenidən dayanacaq və valideyn gedir. Ümumiyyətlə, psixologiyada siz də çox gözəl bilirsiniz ki, belə bir yanaşma var. Yekunlaşdırıb göndərdiyim pasiyent yenə mənə qayıdırsa, bu əslində mənim uğurlu işim demək deyil, əgər eyni mövzuda başa düşür. Fərqli mövzuda gələ bilər. Ona görə də bir terapist, məsələn, valideyn deyir, soruşur ki, Anar xanım, bunu işləyirsiniz, bəs bu itə bilər. Valideynin edə biləcəyi şeyləri qeyd edirəm. Bunları etdiyiniz təqdirdə heç bir zaman itə bilməz və yenidən mənə qayıda bilməzsiniz. Yəni, yenidən mən işləməyəcəm bu mövzularda. Biznes məsələsini çox gözəl başa düşürəm. Bəli, böyük bir, yəni, bu bir dəfəlik bir dərman deyil və yaxud ayda alınacaq bir şey deyil ki, deyəsiniz ki, hə, məsələn, pulumu yığım alım. Bu terapiya uzun müddətlidir. Hələ spektr pozuntusunda sırf bu mövzuda danışırıqsa, bu yəni bir ömür davam edə bilər. Bizim mənim məsələn, yetişkin pasiyentlərim var, mən onları 3 yaşında olanda götürmüşdüm. İndi universitetdə oxuyurlar. İndi isə ayda bir dəfə, 2 aydan bir ümumi olaraq analiz üçün gəlirlər. Məsələn, belə bir case paylaşım, bir pasiyentim hal-hazırda universitetdə oxuyur və bir münasibəti var. Münasibətdə onlar məcazi mənaları anlamaqda çətinlik çəkirlər axı. Məsələn, qızın ona dediyi ifadə ki, mən istəyirəm sən mənim arxam dayağım olarsan, o tam olaraq onu anlamayıb və konfliktə girib qızla və münasibətləri pozulub və bunu düzəltmə. Baxın, bu çox önəmlidir. Məsələn, terapist, biz hələ də davam edirik, başa düşürsünüz ki, münasibətləri necə qurmaq lazım, əslində bu mənalar, yəni onlar anlamaqda çətinlik çəkirlər, bəzən ifadə, nə qədər öyrənsələr də o bir yerə qədər gedir. Yəni, spektrli insanların uzun müddətli davam edən bir terapi dönəmi var. Bunu heç kəs, yəni, bilmirəm, yəni, vicdanı olan insan bunu biznes kimi düşünməz, amma hər bir işdə əməyin qarşılığı olmalıdır. Yəni, biz nəyə görə oxuyub, təhsil alıb və böyük məbləğlər, sərmayələr qoyuruq ki, nəsə öyrənək. Əlbəttə ki, bu bizim işimizin bir parçasıdır. Mənə elə gəlir ki, vicdanı olan insan bunu davamlı şəkildə etməz. Eyni sualı sizə də vermək istəyirdim. Bu, ancaq psixiatriyada deyil, ümumiyyətlə həkimlərə qarşı belə bir yanaşma var. Məncə bu güvəni də biraz həkimlər özü hardasa itirdilər. Bu firma dərmanı dediyimiz mövzuya toxunmaq istəyirəm. Orada nə qədər ədalətlidir? Çünki bəzən həkimlər şikayətlənirdi ki, bizim öz maaşımız çox azdır, biz necə eləyək, biz də bir türlü pul qazanmalıyıq, biz ki, valideyndən, məsələn, xəstədən almırıq o pulu. Sizin yanaşma necədir? Bundan necə yollaşırsınız? Əslində bu firma dərmanı sözü, yəni bütün dərmanları firmalar əslində istehsal eləyir. Yəni bu çox normaldır. Bütün dərmanlar firma dərmandır. Açıqcası ölkəmizdə tam olaraq nəyə firma dərmanı deyirlər, hələ də başa düşmüş deyiləm. Yəni bu vaxta qədər bu Sovet dövründən çıxmış və dediyiniz kimi o dövrdə işləyən insanlar nə dərmanlar yazıblar ki, bəziləri firma, bəziləri qeyri-firma hesab olunubdur. Orada bir açıqlama verib. Məsələn, deyir ki, hansısa şirkət həkimlə müqavilə bağlayır ki, sən ancaq mənim dərmanlarımı tövsiyə edəcəksən və mən sənə pul verəcəm. Aydındır. Belə deyim, əslində bu yöndə ən azından psixiatriya sahəsində bizim onsuz da çeşidimiz çox deyil. Yəni mənim bir çeşid olaraq əgər bir pediatr vitamin D yazırsa və o vitamin D-ni 30 şirkət istehsal eləyirsə, mənim
yazdığım dərmanları, məsələn, elə diqqət dərmanı var ki, ölkəmizdə sadəcə bir dənə diqqət dərmanı var, onu bircə dənə şirkət istehsal edir. Yəni mən onsuz da sadəcə o firmanın dərmanını yaza bilərəm. Yəni o firma ilə işləyirəm sadəcə. Başqa firma ilə işləmək kimi bir lüksüm yoxdur. Az öncə Anara xanımın dediyi kimi, hər birimiz pul qazanırıq. Yəni insanlar, hər kəs, heç kim deyə bilməz ki, mən sadəcə xeyrinə işləyirəm. Bu bazarda bir məhsul satan birisi də belədir. Nazirlikdə işləyən insan da belədir. Kimsə xeyrinə iş görmür. Ancaq hər bir sahədə bu təmizlik görevlisi də ola bilər. Dediyim kimi nazirlikdə işləyən birisi də ola bilər. Görülən iş vicdanla olduqda onun bəhrəsi də daha çox olur. Fırıldaqla görülən işlərin əvvəlində, sonunda o nəticə verməyəcəkdir. Onsuz da bu uşaqların sayı günü-gündən artır və dediyiniz kimi günü-gündən artdığı üçün də əfsuslar olsun, əgər əvvəllər deyirdiksə hər binanın altında bir dənə saç ustası salonu var. İndi bu dəqiqə hər binanın altında bir dənə psixoloji mərkəz var. Və dediyiniz kimi, məni bilən bilir, gələn yanıma pasiyentlər də bilir. Anara xanımın özünə nə qədər güvənsəm də, yəni Anara xanımın özünü bilirəm. Orada işləyən digər mütəxəssisləri mən bilmirəm. Məsəl üçün, gəlirlər mənim yanıma, deyirlər ki, doktor, sən yönləndir bizi bir psixoloji mərkəzə, biz bilmirik. Orada da ailəyə deyirəm ki, mən əslində bir mərkəzlə işləsəm, yenə indi əgər bir klass araba istifadə edirəmsə, onun 2 üstünü istifadə edə bilərəm. Çünki bu qarşılıq əgər bir belə deyim, müqavilə şərt işləniləcəksə əgər, mən bunun deyirəm məsuliyyətini götürə bilmirəm. Mən başımı yastığa qoyanda rahat bir şəkildə qoymaq istəyirəm. Mən özümü hər gün inkişaf etdirməyə çalışıram. Yəni məni bilən bilir ki, mən hər gün ən az bir yarım saatlıq oxuma eləməyə çalışıram. Çünki əfsuslar olsun ki, yenə deyirəm, elə bir sahədir ki, bizim sahəmiz ölkəmizdə dayaq biləcəyim, gedib ondan soruşa biləcəyim mütəxəssislər əfsuslar olsun ki, azdır. Mən əslində çox cavan bir mütəxəssisəm. Mən belə olsun istəməzdim. Mən istəyərdim ki, mənim Türkiyədəki kimi hocalarım olsun. Başım dərdə girən kimi zəng eləyim, onlardan soruşa bilim. Hələ də Türkiyədə elə əlaqədə olduğum hocalarım var. Ancaq əfsuslar olsun ki, ölkəmizdə sırf uşaq və yeniyetmə psixiatriyası sahəsi, yəni mən şəxsən 2012-ci ildə psixiatriya kafedrasında təhsil alanda orada bir balaca bir bölmə idi uşaq psixiatriyası və onu keçmədik belə biz. Yəni çox tədris olunan bir dərs deyil idi. Uşaq və yeniyetmə psixiatriyası. Ona görə böyüklərimiz əfsuslar olsun ki, bu sahədə sayılıdır, çox azdır. Belə olsun istəməzdim, özümü inkişaf etdirməyə çalışıram. Ancaq dediyim kimi, bilavasitə bir mərkəzə yönləndirim, bunu eləyə bilmirəm. Ailəyə deyirəm ki, nə eləyə bilərsiniz? Özünüz araşdırın, nömrəmi verirəm sizə. Siz mənə taparsınız, yəni özünüzün gedib gördüyünüz, araşdırdığınız 4-5 dənə mərkəz göndərərsiniz. Mən də bilsəm əgər aralarından bir sıralama eləyərəm sizə. Bu işə mən qarışmıram deyirəm. Amma bilin ki, deyirəm ki, bu işdə çox vacib bir işdir. Yaxşı, hər yerdən bitmə, hər binanın altında açılan bir mərkəzə də aparmaq düzgün deyil. Bu işin içində uzun müddət olan insanlara aparmalısınız deyirəm. Necə düşünürsünüz? Doğru yanaşmadır. Çünki eyni şeyin eynisini biz eləyirik. Məsələn, mən heç bir həkimlə qarşılıqlı əməkdaşlıq eləmirəm. Çox gözəl bilirsiniz ki, psixoloji mərkəzlər, yəni əməkdaşlıq qururlar heç bir halda. Məsələn, biz Aydan doktoruna yəni ki, belə bir manat belə olsa, bəlkə indən sonra. Tamam, Aydan doktorda, yəni buna ehtiyacımız yoxdur. Bu elmi, bəli, güvən üstündə qurulmuş bir şeydir, başa düşürsünüz. Aydan doktor bizə həqiqətən pasiyent yönləndirir. Eyni şəkildə bizdə və bizim qətiyyən aramızda belə bir maddi bir əməkdaşlıq yoxdur. Əməkdaşlıq nədir? Bu bir güvən. Bir də ki, yenə deyirəm, savadlı insanlar zaten bilir. Bəli, yəni heç bir şəkildə, nəinki Aydan doktor, bir çox həkimlər bizə yönləndirir. İnan bəzilərinin, yəni həqiqətən üzüm belə bilmirəm, tanımıram. Yəni işin nəticəsinə uyğun valideyn gedir, razı qalır, kimdir bu qarşılıqlı şəkildə. Yəni mən də tərəfdarı deyiləm. Yəni bəlkə də Azərbaycanın yeganə mərkəz rəhbəriyəm ki, heç bir halda heç bir əməkdaşlıq etmirəm və düşünürəm ki, bilmirəm. Yenə də deyirəm, eyni sözü mən də razıyam. İnsan başına yastığa rahat qoymalıdır. Bir də mənim bir emosional bir inancım var da. Nə edirsənsə özünün və balalarının qarşısına çıxmalı. Bəlkə də bu terapist olaraq ifadə nə qədər etikdir bilmirəm, amma mən bu yöndə işləyirəm və istəyirəm ki, həm işim, həm həyatım huzurlu getsin. Heç kəsin də bu mövzuda şeyini almayım ki, siz məni göndərdiniz, siz belə elədiniz. Bu şəkildə lazım deyil. Hər bir valideyn özü axtaracaq.
bax psixoloq da belədir, həkim də belədir. Hər bir ailə özünə uyğun həkim, psixoloq, pedaqoq tapacaqdır. Kiməsə inad eləmək ki, sən yaxşı pedaqoqa, yaxşı psixoloq, yaxşı həkimə getmirsən, o sənin fikrindir. Mənə görə yaxşı deyil, bəlkə o ailəni qane edir, ona görə də onunla xoşbəxt ola bilər. Bir də bayaq vicdan mövzusuna toxunduq. Belə deyək, biz uşağa, daha doğrusu sizlərin uşaqlara qoyduğunuz diaqnoz və yaxud etdiyiniz diaqnostika onun bir gələcəyi deməkdir də, düzdürmü? Məsələn, yanlış bir müalicə, yanlış bir diaqnoz o uşağın gələcəyinə təsir eləyə bilir. Burada psixoloqdan, psixiatrdan başqa hansı önəmli məqamlar var ki, mən məsələn düşünürəm ki, valideyn özü də bir mütəxəssisə müraciət etməlidir. O ailənin həyat tərzi ona uyğunlaşmalıdır. Çünki sonuçda bilirsiniz necə olur. Əgər bir şey düzgün getməyəndə deyirlər ki, psixiatr düzgün dərman yazmamışdı, psixoloq yaxşı müalicə etmirdi. Bunun başqa hansı faktorları var? Məsələn, dünən mənə bir pasient gəldi. 2 uşağın ikisi də spektr pozuntusu diaqnoz təsdiqləri və həkim tərəfindən. Ata-ana qarşımda oturub və yıpranmış vəziyyətdədirlər, başa düşdünüz və çoxlu psixoloqlar gəzir. Mən onlara belə bir ifadə işlətdim, bəlkə də indi görəndə biləcək. Dedim ki, xahiş edirəm, uşaqla məşğul olmayın. Tamam mı? Bir adam tutun evə, maddi xərciniz çıxacaq. Gedin siz biraz istirahət eləyin, rahat. Çünki onlar hal-hazırda mənim yükləyəcəyim şeylər var. Məşğul olmalısan, məşğul olmalısan, məşğul olmalısan. Bunun öhdəsindən gələ bilməyəcəklər və uşaqlarla məşğul ola bilməyəcəklər. Bunun üçün məsələn bir psixoloq olaraq artıq o iki valideynin gəncdilər də, gənc iki ana atadılar. Onlar bu dəqiqə yəni durmadan iki uşaqla səhər, axşam, günorta məşğul olmağa çalışırlar, amma nəticə yoxdur, başa düşürsünüz. Yəni bizim şəxsən işimizdə, yəni psixoloji tərəfdən bizim üçün uşaq, bu tibbə aldığı müdaxilələri qoyuram, uşaq, evdə bir yerdə yaşadığı insanların ruh halı, atası, anası, nənəsi, babası fərqi yoxdur. Elə olur ki, mən 6 nəfərlə bir yerdə çalışıram. Nənəni bir inandırıram, babanı bir inandırıram, əmini, dayını, kim var evdə. Yəni bizim işimizdə ailənin maariflənməsi və bir də yaxşı mütəxəssis ailəni yükləməməlidir. Çox görürsünüz də, məşğul olmursunuz, pis yemək verirsiniz, nə bilim filan şey edirsiniz, necə anasız. Yəni heç bir ana istəmir ki, ailə qursun və uşağa problemli də olsun. Bu heç bir ananın günahı deyil. Heç bir ana məcbur deyil ki, 24 saatını o uşağa həsr eləsin və artıq özü yaddan çıxsın. Özünü yaddan çıxardan ana uşağına kömək eləyə bilməyəcək. Başa düşürsünüz necə? Uşağı günah. Siz nə bilim filan yeməyi verirsiniz, siz saçınızı başınızı belə yığırsınız, nə bilim özünüzə baxırsınız. Bunlar lazım deyil. Bizim üçün lazım, mənə lazımdır, şəxsən mənə. Terapiyada lazımdır. Motivasiyası yüksək ana, tamam mı? Ona dəstək olan ata, maariflənib dəstək, yəni maariflənib həqiqətən dəstək olurlar. Və həqiqətən də yəni özlərinə vaxt ayıran, rahat olan, çünki özünə vaxt ayıran ana, o belə deyək də, uşaqla oynamaq prosesi var, bu çox incədir. Dişini sıxıb uşaqla mənim verdiyim tapşırığı yerinə yetirən ana nəticə almayacaq. Məcbur güclə də, işte anara bunu verib, day bunu işləyim. Sevə-sevə içindən gəlib onu oynayan ana nəticə alacaq. Ana var, emosional olaraq siz yetişkin terapistsiniz, oyuna uyumlu deyil, oynaya bilmir. Çünki aldığı, yəni böyüdüyü şərait, deyirəm eləməyin. Siz çayını, suyunu verin, qucaqlayın, əzizliyin tutun, əlindən parka aparın, amma kimisə kömək kimi tutun, o oynasın. O effektivdir. Yəni baxın, bu situasiyaları terapist bu situasiyaları qurur. Yoxsa elə günahlandırdıq, gəlsən, pissən, necə anasan. Yəni bizim işimizdə izləyəcəyimiz növbəti mərhələ bundan ibarətdir. Bunu həm də bu sualı niyə verdim Aydan xanım? Bunu istəyirəm daha çox sizdən öncə soruşam. Bilirik ki, bu yaxınlarda qonşu ölkədə belə bir hadisə baş verdi. Uşaq və bu artıq neçənci dəfə baş verir. Silahlı hücum etdi və s. və onun haqqında deməyə başladılar ki, uşağın diaqnozu var idi. Bilmirəm, dəqiq var idi yoxsa yox idi, amma bizi izləyənlər və yaxud da elə Türkiyənin özündə bir çox insan dedi ki, uşaqda autizm var və s. və ilaxır. Mümkündürmü autist olan bir uşaq belə bir addımlar atsın? Bu birinci sual. İkinci də, sizcə nəyə əsasən belə bir diaqnoz qoyuldu o uşağa? Nəyə əsasən bu diaqnoz qoyuldu? Uşağın bir dənə videosu yayıldı. Uşaq orada qəribə hərəkətlər eləyir kameraya baxaraq. Autizm spektr pozuntusu diaqnozu ilə mənim gördüyüm ən azından videoda atanın dediyi, yenə əlbəttə bir videoya əsaslanaraq birbaşa yenə bu sahədə olmayan insanlar sadəcə qəribə hərəkət eləyir deyə və qəribə hərəkət bərabərdir bəzi insanların zehnində autizm spektr pozuntusu deyə uşağa belə bir diaqnoz qoyuldu. Ancaq
şəxsən mənim bir mütəxəssis olaraq mənə soruşsanız, sizcə onda bu diaqnoz varmı? Böyük ehtimal yoxdur onda bu diaqnoz. Yenə kəskin danışmaq uşağı birə-bir görmədiyim üçün deyə bilmərəm. Ancaq ən azından o videoda mənim gördüyüm heç bir şəkildə stereotipik hərəkət deyildi. Uşağın sadəcə davranım bozukluğu olan bir uşaqdır. Kameraya baxaraq bilərək o qəribə hərəkətləri eləyirdi. Stereotipik hərəkət icra edən bir uşaq öz aləmində olar o anında. Kameraya baxaraq nümayiş etdirməz. Və əfsuslar olsun ki, onsuz da insanlar autizm spektr pozuntusu ilə bağlı çox bilinçsizdir. Onsuz da indi artıq inklüziv təhsilə keçdiyimiz üçün bir çox məktəbdə normotipik uşaqlarla, normal inkişafda olan uşaqla autizmli uşaq bir sinifdə olur və həmin autizmin nə olduğunu bilməyən analar, atalar o sinifdə autizmli bir uşaq var deyə qorxu ilə uşağını məktəbə göndərir və bu yanlış məlumatlar da onların qorxularını daha da artdırır. Amma Aydın xanım, burada belə bir şey də baş verdi. Mən müşahidə etdim. Dedilər ki, yəni bir çox insandan bu fikri duydum, həm də psixoloqlardan ki, deyir, psixoloqlar, uşaq psixoloqları və psixiatrlar o qədər təbliğat apardı ki, o uşaqlar da adi uşaqlarla bir yerdə olmalıdırlar, izolyasiya etmədilər o uşaqları və adi cəmiyyətə göndərdilər. Düşünürlər ki, əks effekt verdi və o uşaqlar artıq aqressivləşirlər, kontroldən çıxırlar. Autizm spektr pozuntusu olan uşaqların ən sevdiyim xüsusiyyətləri, bu uşaqlar təmizdirlər, düzdülər, pis niyyətləri yoxdur. Nədirsə odular. Yəni planlı belə bir şey elə bilməz. Yəni autizm spektr pozuntusu olan bir uşaq qəsdən birisinə bir şey eləməz. Onun niyyəti heç bir zaman kötü və də çıxarcı ola bilməz. Onun o düşüncə təfəkkürü elə ola bilsəydi zaten o uşağın diaqnozu autizm spektr pozuntusu olmazdı. Autizm spektr pozuntusunun düşüncə belə deyim şəkli ağ və qara üzərinə qurulubdur. Qatıq ağdırsa ağdır, qaradırsa qaradır. Burada oturmaq lazımsa həmişə burada oturmaq lazımdır. O birisi onun yerində oturanda gəlib deyir ki, buradan dur, xahiş eləyirəm. Xahiş eləyirəm belə bəzən deməyə bilir. Amma bunu nə üçün eləyir? Amma hiylə ilə o insanı oradan durğuza bilməz. Onun o düşüncə şəkli yoxdur. Gəlib açıq şəkildə sizə deyəcək ki, buradan dur. Yəni burada bir pis niyyətlə, bir üstü örtülü məna ilə, bir plan proqram quraraq, birisinə kinlənərək bunu etmə bacarığı yoxdur autizm spektr pozuntusu olan uşaqda. Yəni onun pis niyyəti heç bir zaman yoxdur. Əksinə çox təmizdirlər, safdırlar, sözü üzə deyəndirlər, yalan danışa bilməzlər. Birisinin imalı sözlərini anlamaz və deyər ki, mən səni başa düşmədim. Orada içinə kin atmaz. Yəni autizm spektr pozuntusu olan uşağın cəmiyyətə heç bir zərəri yoxdur. Əgər onu narahat edən bir şey varsa, onun zərəri yenə özünə olacaqdır. Yenə öz başına vurub özünü dişləyəcəkdir. Yoxsa birisinə getsin, pis bir şəkildə itələsin, əlindən bir şeyi alsın, olmaz. Məncə bunlar bir də bilirsiniz hardan yarandı. Çünki insanlar autizmin əlamətlərini yaxşı bilmirlər və başqa pozuntularla məncə səhv salırlar. Başqa, yəni həmin o belə deyim, plan proqram quran uşaq, o niyyəti pis olan bir uşaq, onun davranım bozukluğu, Azərbaycanda da yenə hər özünü pis aparan uşağa davranış pozuntusu deyirlər. Xeyr, davranım bozukluğu empatiyası zəif olan, bilərək insana, əşyaya, canlıya bilərək niyyətli bir şəkildə zərər verən insanlara qoyulan diaqnozdur və o diaqnozu daşıyan uşaqların ailə dinamikasına baxmaq lazımdır. Empatiya yoxsunu bir uşaq ana qarnından elə doğulmur. Ona o empatiya verilmədiyi üçün, ona o duyğu, şəfqət, sevgi verilmədiyi üçün də bu şəkil. Yəni əslində o dediyimiz canilər ana bətnindən cani olaraq heç bir zaman çıxmır. Onu ətraf, demirəm birbaşa ana onu bunu eləyir. Yaşadığı həyat, ətraf mühiti, onun buna genetik yatqınlığı və mizacı buna səbəb olur. Amma bilavasitə heç bir şəkildə, yəni o videoda gördüyümdə autizm spektr pozuntusu olduğunu əsla düşünmürəm. O uşaqların cəmiyyətə heç bir zərəri yoxdur. Yenə bəzən deyirlər, ay cinsel saldırıda bulunurlar, ay uşaqları belə canilik eləyirlər. Əsla belə bir şeyləri olmur. Yenə elədiklərini də açıq bir şəkildə eləyirlər. O karandaşı mənə ver, gəlib açıq bir şəkildə sənə deyir. Yəni maksimum aqressiyası bu ola bilər. Maksimum bununla bağlı ola bilər. Xoşuna gəlməyən bir şey olduqda da özünə zərər verə bilər. Yoxsa cəmiyyətə heç bir zərəri yoxdur onların. Belə bir şey ola bilərmi ki, Anara xanım? O belə deyək, təhlükəli, cəmiyyət üçün təhlükəli uşaqlar və yaxud da gənclər, yetişkin insanlar zamanında əksinə diaqnozu qoyulmayan insanlardır. Onsuz da elədir də.
Məsələn, davranış pozuntusuna qədər, davranış pozuntusu diaqnozuna qədər dağıdıcı davranışı tənzimləyə bilməmə və qarşı gəlmə, qarşı olma prosesi yavaş-yavaş keçir. 3 yaş, 6 yaş getdi işte yeniyetməliyə qədər. Bu qarşı gəlmə davranışı var, hansı ki istəmirəm, eləmirəm. Bu qarşı gəlmə davranışı 3 yaş dönəmlərində normal qarşı gəlmə ilə paralel gedir. Sərhədlər qoyulmayanda, emosional bağ qurulmayanda bu artıq yavaş-yavaş pozuntuya çevrilir. Pozuntuya çevrilmənin simptomu nədir? 2-3 məkanda artıq bunu özün göstərirsə, həkim artıq bunu təsdiqləyir ki, pozuntuya gedir. O uşaq məsələsinə gələndə bu çox ürəkağrıdıcı bir şeydir ki, bu vəziyyətdə bunu icra edən uşağı diaqnozda uşaq adlandırıb, bunu elə bir cəmiyyətdə bir dalğa şəklində eləyirlər və valideynlər, baxın, yəni necə deyəcəm, necə anlaşılır fərqi yoxdur. Məsələn, qurtla autizm müalicə eləyən proseslə bu cinayətkar uşaq autizmdə eyni şeyə gəlir və böyük bir qism buna inanmağa başlayacaq ki, bəli, ola bilər. Yəni, savadlı mütəxəssislər rəy bildirəndə, siz nə təəccüblənirəm? Yəni, insanlar həqiqətənmi mütəxəssis kitab oxumur? Kognitiv bacarığında problem olan, kognitiv bacarığın təməl göstəricisi nədir? Mücərrəd düşünmə və plan qurma. Yəni, bir cinayət işi plan üzrə gedən bir prosesdir. Bir spektr pozuntulu uşaq necə uzun müddətli plan qurub cinayət eləyə bilər? Bəli, impulsiv davrana bilər, getdi, təsadüf belə vurdu, məsələn, duyğusunu vurmaqla elədi. İşte o uşaq yıxıldı, nəsə zədə aldı. Yəni, zaten bu impulsiv bir davranışdır, başa düşürsünüz. Bu planlı bir davranış deyil. Ona görə də, yəni, bu cür davranış icra edən uşaqları bu autisti deyə etiketləmək, digər, yəni, bu diaqnozda uşağı olan valideynlərin artıq gələcəyə doğru bir ümidinin elə bir işığını söndürmək deməkdir. Bu bir mənalıdır. Ona görə bu məsələlərdə mütəxəssislər, yəni özlərinə mütəxəssis deyənlər nəyisə ifadə edəndə bu reklam xarakteri daşımamalıdır. Tamam mı? Bir də ki, düşünürəm bu, yəni autizmlə əziyyət çəkən hər halda deyək, uşaqların da biraz haqqına girmiş oluruq. Çünki onları bir növ etiketləyirik də, biz onları etiketləyirik və etiketləmə, siz yəni yetişkin terapistsiniz. Bunu etiketi qaldırmaq üçün uzun müddət mücadilə aparmalıdır. Unutmayaq ki, onların ətrafında bir cəmiyyət var, hansı ki, o uşaqlara yanlış münasibət göstərə bilər. Və yekunda belə bir sual vermək istəyirəm ki, həm psixologiyada, həm həkimlərdə belə bir etik yanaşma var ki, əsas zərər verməmək. Təəssüf ki, bugünkü gündə həm psixoloqlarımızın, həm həkimlərimizin içində zərər verənlərimiz var. Yekun olaraq öz tövsiyənizi, sözünüzü, fikrinizi həm uşaq psixiatriya sahəsində çalışan, həm psixoloqlarla bağlı bir fikrinizi almaq istəyərdim. Yəni, mənim öz sahəmlə bağlı mütəxəssislərin durmadan, belə deyək də, öz işlərini araşdırması, öz işlərini şəffaf şəkildə təqdim etməsi. Mən həmişə valideynlərə diaqnostika zamanı başdan bunu qeyd edirəm. Ağzımdan çıxan hər cümlənin sizə elmi şəkildə əsasını sübut eləyə bilərəm. İstəyirsinizsə, şübhəniz varsa, mənə deyin ki, Anar xanım, sizin dediyiniz bu sözlə razı deyiləm. Niyə belə deyirsiniz? Hamısı da bilir bunu. Çünki dediyim kəlmələrin harda necə yazıldığını belə qeyri-adi şəkildə üstünlüklərimi, onun yetənəklərimi bilirəm. Məsələn, bilirəm ki, valideyn desə ki, məncə bunu səhv deyirsiniz. Haqqı da var mənə deməyə, məncə bunu səhv deyirsiniz. Və mən onu ona göstərə bilərəm. Və həm həmkarlarıma, həm məsələn, mənim gənc tələbələrim var, onlara da deyirəm ki, dediyiniz şeyi çalışın ki, əsaslı olsun ki, valideyn haqlı olaraq sizə deyəndə ki, məncə sən səhv düşünürsən, ona əsaslandırın bir. Bir mütəxəssis özü terapi görməlidir. Tamam, bir psixoloq şəxsin özü terapi görməlidir ki, qarşısındakı ailəni, valideyni anlaya bilsin. Bir terapist mütləq etik normaları bilməlidir. Bu etik norma çox önəmlidir. Mən 10 ildir səhifə işlədirəm. Siz mənim səhifəmdə bir dənə də olsun uşaq görməzsiniz, tamam mı? Niyə pul qazana bilmirəm? Məsələn, çox vaxt deyirəm, eləməyin, göstərməyin uşaqların üzünü. Mənim uşaq üzü göstərilən, hətta siz paylaşanda məncə üzünü bağlamışsınız. Adətən mərkəz paylaşanda mütləq bağlayırıq. İşi göstərmək adına. Mənim pasiyentim olubdur, sırf üzü paylaşılıb deyə məktəbdə bullyingə məruz qalıb. O videolu skrin edib, bütün ərgən yeniyetmələr bir-birinə atıb. Yəni, kəkələməsi vardı. Bir müəssisə kəkələmə öncə və kəkələmə sonra yeniyetmələr neyini xoşlayır axı belə. O kəkələmə videosunu alıb və bütün siniflə bir eləmişdi və onun yanından keçdikcə hamı onu ələ salırdı və uşaq intihara meyl eləmişdi. Yəni, bunun vicdan yükünü bir savadlı mütəxəssis necə götürə bilər? Lap bugün tutaq ki, autizm dedik, o uşağı paylaşdınız. İşte 10 ilə o çox gözəl bir həyat dolu uşaq oldu. Bəs biz indi sosial media belədir ki, nə olsa o qalır da tarixdə. Ona görə də bir mütəxəssis, bir psixoloq etik normaları bilməlidir, işinin etik normalarını bilməlidir, bacarırsa elmi əsaslı terapiyalar öyrənib onu tətbiq eləməlidir və düzgün şəkildə maarifləndirməlidir və mən ailələrə də
yəni tövsiyəm budur ki, getdiyiniz mütəxəssisin diplomunu tələb eləyin. Bu utanc verici bir şey deyil, bu ayıb bir şey deyil. Yəni mən necə tələb eləyim? Eləyin tələb. Yəni bu çox normaldır. Çünki yenə də deyirəm, kim qəbul edir etsin. Saxta psixoloq olmaq daha asandır, nəinki saxta həkim olmaq. Bu riskə girmirlər. Başa düşürsünüz? Hətta mən düşünürəm ki, o sertifikatları verməyə də artıq dayandırmaq lazımdır. Yəni diplom olmadan yavaş-yavaş hər şey nəzarət birdən-birə olmur. Hər şey yavaş-yavaş gedir. Ona görə də demişdim son sual, amma bir dənə də sual ağlıma gəldi. Siz necə, məsələn mən belə düşünürəm ki, bəzən bir çox uşaq psixoloqları öz işini biraz küçümsüyür sanki. Bəli, peşəsini sevməyənlərdir. Bəli. Bugün mən deyim ki, məsələn mən öz ixtisasımı çox sevirəm və heç bir halda öz ixtisasımın necə deyim, kimdənsə aşağı və yuxarı olduğunu düşünmürəm. İnsan öz peşəsini sevəndə hər zaman onun arxasında durur. Amma peşə sevmək və arxasında durmaq üçün də gərək həqiqətən də peşənin necə deyim, tələblərini, qaydalarını, işini çox yaxşı biləsən. Yəni arxasında duran insan da bilir ki, mənim işim nədən ibarətdir. Qeyri halda isə yenə də deyirəm, həvəsləndim, uşaqla yaxşı oynayıram deyə və yaxud da yetişkin psixoloqları kiməsə yaxşı məsləhət verirəm, kimsə mənə deyir ki, səndən yaxşı psixoloq çıxar. Okey, mən bugün gedim bir dənə tez psixoloq olum. Bunlar hamısı yəni sadəcə olaraq keçici bir şeylərdir və əmin olun ki, o yetişkinlər terapistləri, mövzumuz bəlkə uşaqdır. Ailələrə, valideynlərə o qədər ciddi travmalar verirlər razıyam ki, sizlə, o qədər ciddi travmalar. Bütün həyatını 180 dərəcə dəyişirlər bir dənə sözlə. Bəli, çünki insanlar da sanki o manipulyasiya çox meyillidirlərmi bilmirəm. Bəzən bilirsiniz hətta necə olur, mən sizin praktikanızda var. Deyir ki, denən necə olacaq? Mən əminəm ki, mən ona necə desəm, o ona inanıb elə də yaşayacaq. Yəni deyirəm, mən onu sənə mən falçı deyiləm, mən bunları deyə bilmərəm. Və əminəm ki, bir çoxları bundan istifadə edir. Hətta uşaq psixologiyası olsun, yetişkinlər olsun. Çox sağ olun Anar xanım, minnətdaram. Aydan xanım, siz nə demək istəyərdiniz öz sahənizdəki insanlara? Öz sahəmdəki insanlara demək istədiyim şey hər zaman dediyim, hamı öz işini eləsin. Hamının icra edəcəyi və yaxşı biləcəyi tək bir sahə ola bilər. Bir həkim həm kardioloq, həm nevroloq, həm uşaq psixiatrı, həm böyrək, həm ürək, həm baş həkim ola bilməz. Daha hamı öz dar çərçivəsindən... Varmı bizdə elə psixoloqlar, psixiatrlar? Psixiatrlar deyil də, nevroloqlar bəli var. Yəni çox var, pediatrlar çox var bu sahədə. Yəni hər kəs öz limitli işini öz etik çərçivədə və belə deyim, Səhiyyə Nazirliyinin ona müəyyənləşdirdiyi sahələrdə işini icra etsə, həkiməm deyə hər şeyi müalicə eləyirəm demə haqqı yoxdur. Parazitoloqam, mən autizm spektr pozuntusunu müalicə eləyirəm ya da pediatram, mən metabolizma uzmanıyam, mən uşaqda toksinləri təmizləyəcəm demə kimsənin haqqı yoxdur. Dediyiniz kimi, autizm spektr pozuntusu təzəliklə paylaşmışdım. Dünyada ən sürətli artan, birinci yerdə olan bir problemdir, bir pozuntudur, bir xəstəlikdir və belə olduğu üçün çarəsi də hələ konkret bir şəkildə müəyyənləşməyibdir deyə təlimdən başqa. Burada tüccarlar, ümid tüccarları çoxdur. Ona görə asandır, hər kəs yatır durur, birisi deyir yodla müalicə eləyəcəm, birisi deyir ki, qurdunu müalicə eləyəcəm, birisi deyir ki, bağırsağını təmizləyəcəm, birisi deyir ki, diyeta verəcəm, hər şey düzələcək kimi. Bu bağırsaq mövzusu çox aktualdır son zamanlar. Köhnə mövzulardan onlar da. Aynen, o köhnəlibdir artıq. Trump demişdi ki, mən müalicəsini tapmış. Bəli, Trump tapmışdı. İcra eləyirik, görək Trump haqlı çıxacaqmı? Ümumiyyətlə, varmı belə bir yenilik? Yenə deyirəm, burada yenə böyük danışmağa, yenə Trump da sevir böyük danışmağı. Çox qısıtlı tədqiqatlar var. Folik asidi az olan uşaqların həmin o dərmanı verdikdə yaxşı bir sosial bacarıq nəticəsi görülən az sayda çox qısıtlı təcrübələr var. Bunu geniş bütün uşaqlara yaymaq mümkün deyil. Ancaq yenə demək istədiyim odur ki, hər kəs öz bildiyi, öz işinin belə deyim də peşəsi sahəsində, çərçivəsində iş görsün və özünü inkişaf etdirsin. Yəni bu belə deyim, insan psixologiyası, insan həyatı daim dinamik bir faktordur. İnkişaf eləyirik. 50 il bundan qabaq zərərli olduğumuz şeylər indi zərərlidir dediyimiz şeylər indi faydalıdır. Faydalıdır dediyimiz şeylər zərərlidir. Bu dinamik göstəriciləri uyğunlaşmaq üçün də özümüzü inkişaf etdirməliyik və hər kəs də vicdanla işini görsə daha faydalı olacaq. Məncə siz də işinizə çox sevgi ilə belə yanaşırsınız. Əlbəttə, yəni insan sevmədiyi bir işdə olduqda
həyatı belə deyim mutsuz olar, həyatının bir mənası olmaz. Çox sevirəm uşaqlarımı, çox sevirəm uşaqlarımı. Baxmayaraq ki, işiniz çox məsuliyyətli və yorucu işdir. Ailələrlə işləmək çətindir, amma uşaqlarımı bir dəfə mənim yanağıma öpücük qondururlar, bütün hər şey keçir mənim üçün. Çox gözəl. Çox sağ olun. Bu gün çox gözəl, peşəkar bir yanaşmanız oldu. Mən ümumiyyətlə tərəfdarıyam ki, bu cür mövzularda kiminsə öz fikri yox, öz qənaəti yox, məhz peşəkar yanaşması olsun. Minnətdaram, əminəm ki, izləyicilər də çox məmnun qalacaqlar. Təşəkkürlər, çox sağ olun.